Salam dostlar, necəsiniz? İnşallah yaxşısınız. Bugün 16 oktyabrda saat 5:40-dır. Gedirəm işə. Səhər tam vaxtında durdum, yatıb qalmadım. Sadəcə prilojeniyada avtobusların gedişini, gəlişini göstərmir deyən bilmədim avtobus nə vaxt gələcək. Ona görə başqa avtobusdan gedəsi oldum. O da yəqin ki bir hadisə 5-6 dəqiqə sonra olmalıdır. Belə. Gidik görək, gözümdən yuxu tökülür, nərsiniz. Boş vaxt tapan kimi yatacağım. Yəni abeddə yata bilərəm, bir də saat 6:30-da açılmalıyıq, ona kimi yata bilərəm. Bugün yağış yoxdur. Yer qurudu. Oy, iki fərqli avtobus. Eyni astanovkadan getmirlər deyən. Eyni astanovkalar kəsişir, başqa yerdə kəsişir. Gəl ora peşkum gedim. Ona görə eyni yerdən getsəydilər, gedib dayanardım astanovkada, gözləyərdim. Gedim nəysə. Biraz uzaq yolla gedən avtobusumla 2 avtobus dəyişəcəm. Gedim onunla birgə işə. Bugün deyəsəm mal gəlməlidir. Oturub maşın gözləyəcəm. Kapşonu taxdım başıma, çünki başım açdı, eləcənə sudur. Boynuma da dəyir, вообще неприятноdur. Düz vaxtında gəldi avtobus. Gəldim, çatdım qızlar. Gəldim, çatdım, amma gördüyünüz kimi belə gələndə gec gəlirəm. Həm də təngə nəfəs oluram. Tez-tez gəlirəm deyən nəfəsim kəsilir. Amma öz avtobusumdan gələndə 6-ya qalmış, mən burada oluram. Sən demə, bugünə mal yoxmuş. Çox gözəl, çox sevindim. Saat 6:31-dir. Artıq qapını açmışam. Oturub gözləyirəm, cəmaət gəlsin. Bunları yola salım, ondan sonra gedim evə. Kuratorumuz yazıb ki, bugün pajarnik gəlib, nəysə yoxlamalıdır, pajarnik sistemi yoxlamalıdır. Gözləyirəm, gələn yoxdur, gözləyirəm, gələn yoxdur. Uşaqlara demişdim ki, məni nə vaxt bankrot eləsələr, nə vaxt bu prosedura qutarsa, sizə yekə bir stol açacağam, fast food stolu. Onlar axı xoşlayırlar fast foodu. İndi dünənlər yazır ki, mam, sən söz vermişdin, xatırlayırsan? Deyirəm ki, əlbəttə xatırlayıram. Gərək indi onlara stol açın bir dənə, yekə. Bu pajarnik tez gəlsəydi, saat 3-də qaçardım. Getmək istəyirik bugün işdən sonra Amingilə. Amin dünəndən yazı qalıb ki, Bibişka, ну вы придете, gələsiniz, yoxsa yox. Mən də yazıram ki, mən выходnoysuz işləyirəm, yorğunam, bilmirəm. Konkret heç nə yazmamışam. İstəyirdik gedək, sürpriz edək. Yerləri sildim, zakaz elədim, jurnallar yazdım. Qalıb bir dənə saymaq, чтобы portalla fakt düz gəlsin, eyni gəlsin. И все. И axırıncı jurnal yazmaq. И все. Bu pajarnik də gəlsəydi, qaçardım evə. Əynimi dəyişərdim, tortları götürərdim, gedərdik. Elə sizlə danışdım, qutardım qızlar, pajarnik gəldi. Jurnalları falan filan yoxladı. Sonra neynə dayalı? Aqnetuşitelli yoxladı. 2 dənə nakleyka yapışdırdı. Biraz mənə başa saldı ki, pajar olanda uzun sözlə başa salır. Dedim ki, uzun sözün qısası, pajar olsa çıxım, qaçım, öz canımı qurtarım. Dedi, hə. Nəysə ki, çıxdı, getdi, şükür Allaha. Saat demək olar ki, 2-nin yarısıdır. Tak ki, hər şeyi çatdırıram. Aparım jurnalları qoyum yerinə. Qızlar, çıxdım artıq işdən. Avtobusun biri ilə gəlmişəm.
İndi o birisinə gedirəm. O Brastanovkaya. Gedək görək nə olur. Saat 4-də qalıb gedirəm evə. Ruslan çoxdan evdədir deyəsən. Ləliş biraz var yazmışdı ki, evə gedir o da. Yəqin gəlib çatar. Deyək bir tortla çay içək. Ondan sonra adam vidinə düşək. Çıxaq. Tortlarımızı götürək, çıxaq evdən. Tortumuzun üstü duruyub, hə? Целый день это, года были. Я не знаю, я воду пил. Seramlı hamı gedir məktəbə. Вообще-то. Хоть горло болит, хоть, я не знаю, голова. Юмшалова. Просто мне неудобно одной рукой телефон держать, другой... Ай, сало. Кто не хотел, ona böləcək su. Я хотел. Saat 5'də biz artıq çıxdıq evdən. Avtobus yoxdur, peşkom gedəcəyik metroya kimi. Oradan da elektriçka ilə. Saat 7'ye işləyib 10 dəqiqə gəldik, çatdıq. Gəldik, çatdıq. Elektriçkadan indi düşdük. Buradan da avtobus olsa avtobusdan, olmasa peşkom. Domodedovo'da Zolotaya Osin gəlib. Gəldik, çatdıq Domodedova. Ləliş dedi ki, mən gedirəm Səbnəgilə, Aminka ilə İboşkanı görməyə, həm də tortlarını verərəm. Daha bilmirəm. Səbnəgil çıxıblar evdən, yoxsa evdədirlər. Cavab vermir. Biz də gəldik, çatdıq Domodedova. Rusiklə ikimiz gedirik də. Amin yazı qalıb ki, Bibişka gəlin də. Yazmışam ki, ты сильно хочешь, чтобы мы пришли? Yazıb, очень. Yazım ki, хорошо, летим. Uça-uça gələcək indi. Привет! Я вообще думал, это не вы. Салам алейкум! Привет, это тебе. Больше не помню. А где видишь? С днем рождения. Забыла, что надо сказать. Где Эмишка? Миша? Как собака. Это ты так радуешься, да? Ты же недавно с работы пришел. Mən bəzənməyimə baxın, skoçla bəzənmişəm. Bunlar da çox olmasa olmaz da. Gəlmişəm əlimi yumağa. Я думала, я его не донесу. Донесли. Мишка хочет? Не это, Эмина. А Мишка хочет, чтобы я остался у них. Ага, начинается. Это он. Ты в садик пошел сегодня? Ходил? Нет. Почему? Я не открывал глаза, спал. А, ты не проснулся утром? Нет. Иди, не грубо. И не пошел, короче. Молодец. Это, наверное, Сабина. Чтобы... А то я же не хотела там идти в садик. Ты специально глаза не открыл, да? Да. Вот ты Он козяка. каждый день говорит, я не пойду в садик. Надо мне тоже так делать, когда работа. Глаза не открыть и не пойти на работу. Как будто у него тут это... Садик не ходил Но уже деньги год. все равно надо будет тратить. Садик уже год не ходил. Что, не ходил? Я всегда ходил в садик. Мы тоже. Не, я бабушка в детстве любила, как он был даже меньше. Она говорит, о, Юлия тоже здесь. А Мишка, тетя фамилию помнишь? Мишу, помнишь Мишу? Дай ей, дай. Бабушка, Мишин бабушка. Сегодня она поздравила тебя. А, спасибо, перед. Дай маме. Mən də yazmışdılar Azərbaycandan, Amini təbrik edirdilər. Şahizər. Mama, izləyicilərə ürək sözün. Она поебает. İzləyicilərə salam, axşamları xeyir olsun. Həmişə şadlıqlarda, qəşəng günlərdə görüşək. Это что за... Не знаю, что это такое, но это можно. Sağ ol. Amin, gəl. Бабушка.
Всем привет! Без разницы, просто... Что там Потому было, что- скажи? Ничего не было. Бабушка что-то сделала, да? Вот тебе еще обратно. Näsə Любовь Марковда bularda. Да. А? Пришел. О, дедушка пришел. Он дошел до моей бабушки. Это главный герой. Что? А? Кукла. Bilmirəm, mam. А, да? Посадите, да, bu Аминанın бебешкасы. Привет. Этого тоже не умеет. Смотрите, какие красивые, вкусные осетинские пироги. Еще долма есть у нас, да? Я в прошлый раз попыталась ватрушки сделать, и за детей не хочу взять. Получится? Бери. Она стоила все твои Кипр, вот тут турецкая облигации. Где находится Андорра? Один пирог или еще пару? Məni bankrot elan elədilər. Məhkəmə necə bilir? Да, заберем. Yok, ne kadar uçuşuyoruz bu aldı şeyden. Güya orada yazıblar ki, biz heç bir haqqımız yoxdur. Kağız elə yazıblar. Ha? Yalnız satır olur. Ну, yəni yenə də nəsə əgər olsa mən heç nə deyə bilmərəm. amma Alisa, orada stop. Mənim burada heç nəyim yoxdur. Uşaqların adından girmək lazımdır. Hazır şeyler uçuşu kalmadığında ne yapmasın? Prosta dedilər ki, ayın 13 oktyabr məhkəmə olubdu. Dedi ki, məhkəmə kağızda yazmalıdır da. O kağız əsasında gedəcəyik. Bankdan kartları açacağıq. İşçilərinə yerdə qalan hər şey. Kısmen fazla çok kurtardı. Пойдемте. Дядя, шиш пиш. Çox yaxında yaşayırsınız zaten. Идемте. Birisi de yeri çavrada okuyor. Ama sen dedim ki sen onun okusunu çok önemlisin. Düzgün. Ne okusun? Buram sen iyi okusun. Elə olmalı değil mi? Yox. Onun adı sirkəli badımcandır. Bir de böyle. Bu ne yapar? Badımcanı yoxdur. Ha canım. Kelam almış ha. Bu ne Bedirem yapar? yoktu koymağa. Atminino yazılır. İzlahı da burada da var. O demek ki Dan Mehmet o adam Seyit dedi. Люда торт приготовила, да? А Амин украсил. Смотрите, какая красота, милота. Не прыгаем, не прыгаем. Да, сейчас отпущу. Не видно. А я специально не снимаю. Зачем? Не хотят. Или на ваш... Давайте поставим на ваш торт тоже маршмеллоу. Просто я посмотрела, он слишком близкий, там нет места. Алиса предыдущая песня. Осик, ты пойдешь на лесбинку? Да. Да. Сейчас будет бубум. Я в шоке. С днем рождения тебя! Амина, пой, Амина, пой. Подождите, желание загадать. Амина, дуй. Амина, пой. С днем рождения тебя! С днем рождения! Еще раз зажги вот эти две, 14, которые... Горячие. Одну только, одну. Амина споет. А это Эмилу, бери руку. 1, 2, 3, 4, 5, 6, 7, Давай я тебя сфоткаю. Так. Какое иконное качество? Давай. С днем рождения! Дай руку убирай. Давай это так сфоткаем. Подожди, я его сфоткаю сейчас так. А быстрее. Подожди. Днем Улыбайся. рождения тебе. Улыбайся. Рождения тебя. Все, я устал. Дуй. А, да? Всем привет. Давай, давай. Раз, два. Загадай желание.
Amina, ну дай фотку четко. Get yat. Deməli saat 6-dan durmuşuq. Gedirəm yuyunmağa. Papaya deyirəm mənə yol üstü at elektriçkaya. Elman da durur ki maşından aparsın. Nədir gözüm altı? Uşaqlara icazə almışam. Uşaqlar bugün məktəbə getməyəcəklər. Dedim ki, nə vaxt yuxudan durarsınız, onda gələrsiniz Moskvaya. Bu bizim gözəl Domodedovo-muz. Bugün vlog çəkə bilməyəcəm. Zaten bütün gün işdə olacağım. Saat 10-da evə gedəcəm. İkinci smenəm bugün. Bunu ad gününün arxasına yerləşdirərəm. Ad günü də heç nə çəkə bilmədim. Çünki hərə bir uşaqla oynayırdı. Hamının başı qarışıq idi. Söhbət falan filan. Özünüz bilirsiniz də ad günü nətər olur. Belə. Gedim giyinim. Kadar saçlarım çok saçım. Ama Elman ben bu şışkım getmir. On belə Bunda da var da. Hər səhər belə. Kimdən keçib? Papadan, mamadan? Mamamda yox. Səndən keçib. Məndə yox. Mən sənin hansı şəklində görmüşəm? Yoxumdur. Yaxşı şey keçirtməzsiniz bizə. Mamada var. Var, boynunu almır ki. Hanı? İki arvadsan. Yox, hanı məndə? Əgər məndə var. Valla şəkillərdə var. Gözüm başım şişdi. 19-20 yatacağım. 19-20'si. Ev günü. Bugün ayın neçəsidir? 17'si. Bugün Amin anacığım. 18'de mən evdəyim. Şalvarı ləkə-ləkədir. 19-20'si Şalvarı də mən evdəyim. bilirdi da. Zamşadı, zamşadı. Evin açığı varsan da. Yox, moto evdədir. Evə nə gedirəm ki, işə gedəcəm. Tamam işe gidiyorum. Hə? Tamam işe gidiyorum. Hə, paltar götürmüşəm özümə. Elman dirənib ki, mənə öz aparacaq. Hə, nə uzağa qoymusan maşını sən? Bizi bura kimi papa gətirdi, buradan da Elmanla gedirik. Salam yazırsan. Ha, xəbir. Üşüdünmü? Yağış yağır çöldə.
Papanın işi çətindir. Çətindir işləməsin də. Otursun evdə. Kişi evdə oturmaq istəyir. Fikrim telefondadır, kommentariyalar oxuyuram. Sən demə, Elman başqa yolla gedirmiş. Elektrikə qaldı dalda. Geliyor da mən sənə orada bir şey uqaşat edim. Yiğit. Kofe nə xoş deyirsən? Amma pulsuzdur. Başqa deyil. Cappuccino, mən latte içirəm. Latte'nin kofe sazdır. Ona elə çatlarını da bilmirəm. Şey kimi, Dağıstanlı kimi, 3 в 1. 3 в 1 latte verərəm sənə. Ona deyil, ama bu çorlu kofe. Çorlu espresso. Gündə bir stakan içirəm, göyə dilər xeyir. Nə xeyirdir, kofe nə xeyir olur. Çox xeyir, bir stakan. Kofedir, çaydır, hamısı yəni. Mən elə bilirəm. O veçə hamısı xeymədir. Kakao istəyirsən, kakao olur. Fərqli südlər var. Banan südü, kakos südü, Mən aparatdan mindal südü. yiyəcənirəm. İçmirəm açıq aparat. Aparatı hər axşam yuyuruq, şotku ilə, motku ilə. İçini də, Da, dərmə dişilərini. da, bütün deşiklərini yuyuruq. Aynə deyirəm, kofe aldım, gördüm ağzıma girmir kofe. Baxdım ki, tarakan üzürdür içində. O başqa, o çöldə qoyular aparat, o aparatlardandır. Biz onu tərtəmiz yuyuruq hər axşam. Həftədə bir dəfə generalni dekaltinasiya eləyirik. Vadi Kafkazda doludur, şeydir. Hər 2 adımdan bir zerno ilə. Yox, 2 gündən bir sistemlə şeyini yuyuruq, blokunu yuyuruq. Dərman, spes dərmanları var. Elə şey olar. Yəni məsləhət bilməsəm deməzdim. 50 dəfə deyirəm ki, Mən samakatım deyil. apar qoy yerinə. Bir dəfə samakat sürdük Ruslanla. Ayaqda şişqa var. Ora nətərdəydisə hələ də ağrıyır. Gəldik, çatdıq deyəsən. Mən bir onu bilirəm ki, mənim binalarım çetnoydu. Deyə quşsaz şəkil çəkmisən. Oradan çıxır. Burada, ha? Uçdu ki, o nə? Nə bilim, yalandan deyirəm, heç biləm ki. Deməli, qızlar, bugün Elman sağ olsun məni düz işə kimi gətirdi. Halbuki, neçə dəfə dedim ki, elektrikaya apar. Oradan özüm gedəcəm. Dünən biz prosta Amini çoxla aldatdıq. Dedi ki, yox, gələ bilməyəcək, yox, işdəyik. Mən hər gün işləyirəm, nətər gəlim, xadınam yoxdur. Onlar da yazıqlar yazırdılar ki, bibişqanı olar gəlində sabah sizi işə papa aparacaq. Deyirəm, papandan soruşmuşsan bir, bəlkə papanın sabaha başqa planları var. Yazırlar ki, yox, papamızın planı yoxdur, gəlin bizə, nə olar? Yəqin Elman elə o sözə görə. Evet, Elman elə o söz olsa da olmasa da həmişə sağ olsun evə kimi gətirir. Gətirdi. Dedim, gəl heç olmasa ac qarnına səhər durandan siqaret çəkir də, yemək yemir ki. Dedim, gəl heç olmasa bir şey ye. Kofe verdim. Latte. Bir də xaçapuri verdim. Çox o aparatdan içmirəm, içməyəcəm deyirdi, amma bəlkə bir 5 dəfə dedi ki, nə qəşəng vkuslu kofedir, nə dadlı kofedir bu. Bayaqdan işdəyəm, indi çıxmışam. Gedirəm evə. Saat 11-in yarısıdır, çatdım evə. Biraz işdən geç çıxdım, hardasa 5-10 dəqiqə geç çıxdım. Çünki printer işləmirdi, mənə də Z-atçot eləmək lazım idi. Günün atçotunu. Printerə görə bir xeyli qaldım. Lobum ağrır. Bir xeyli deyəndə 5-7 dəqiqədə, çox yox. Çatdım oraya. Deməli qızlar, qara çörək aldım, işdən gəlmişəm. Peçenya aldım, daşırak aldım. Ruslan xəstələnibdi, deyir ki, mənə zəng eləyib deyir ki, dostum Emir deyir ki, mən qripləndə
amac daşıraq yeyirəm, ondan da qripim keçir. Mənə daşıraq. Mən də aldım. Qripliyibdi, xəstələnib, burnu axır Ruslanın. Ruslanın sifarişi gəlibdi. Ruslan deyəndə Ruslanla Aminindir. Də? Da. Davay. Ruslan məni gözləyir ki, gəlin bir yerdə açıq. Pожалуйста, аккуратно. Хорошо. Oranı yavaş elə. Ой. Ничего, нормально. Bək basma. Ну, сака хватит. Потому что içindəkilər kəsilib cırıla bilər. Bunu da kəs də. Это у нас таджит. Oy, bir dənədir ki. Mən elə bildim ki, doldu bu. Нет, там есть еще. Də? Да. Это да, таджит. Bunu məktəbdən demişlər, alaq. Biz də fikirləşdik ki, iki uşağa 4 dənə kitabdır, hər iki uşağa bir kitab bəsdir. Hə? Да. То есть bir nəfər alırıq. Так. Это вот так вот легко открывается, без ножика. А, нет, с ножиком. Ты давай в свою сторону и потяни. Натянуть. Цыр. Мы же все равно не вынем. Вот отсюда держи. Да. Mən olsam çoxdan açmışdım. Да, вот так. Молодец. Это история широков. Да. Все учебники живучие. Мне кажется, одного учебника у нас не будет. Нету. Bu ikinci kitabdır. Дальше. Ну вот его распаковывать даже не надо, он уже открытый почему-то. Get baxın. Вот. Это у нас основы исламских знаний. Da. 4 dənə kitabdır. Dördüncüsü Все, больше нет. Müəllimə dedi ki, məndə var. Belə Нет, qoyaq это da. вроде она. Нет, o şeydir, arabski yazıq qrammatikadır. Məndə var, uşaqlar gəlsin yanıma. Mən verərəm. Нет. Bunlara da dedim gedin, getmədilər. Покупать надо. У неё? Да, нет, у завуча. Нет, она сказала, ты... Она бесплатно давать не будет. Да? Да. То есть- 900 рублей стоит. Bizim заказ eləyərdim. Она сказала, то, что они под заказ делаются. Я ей напишу, завтра Сложно спрошу. найти. Amma mənə o neçə dəfə yazdı, yuxulayıram öcə. Mənə neçə dəfə yazdı. Dedi ki, məndə var, uşaqlara deyin, gəlsinlər yanıma götürsünlər. У нас 5 уроков, İyi. а учебника только 3. Qiymətlər yazılmayıb. Ну ладно. Может Я сказать, тоже буду читать. Можно сказать, только 4. Вот у нас учебник.